Mayın 3-də Ümumdünya Mətbuat Azadlığı günündə bir qrup media təmsilçisi 2005-ci ildə qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun məzarını ziyarət edib. Keçən dəfə biz o barədə danışmamışıq, bir il bundan qabaq, ancaq bugün bu tendensiya var bax. Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Azərbaycan mediasının vəziyyəti barədə fikirlərini səsləndirib. Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, bütün sahələrdə media əməşə savaşını aparır və ən də çox da əzilən olur. Bəzən mən başa düşürəm ki, bu durumu o elə belə birdən-birə yaranmır. Bu böyük bir siyasətdir, əzilə, yəni mətbuat gəlib bu vəziyyətə düşüb və ölkə bütövlükdə bu vəziyyətdədir. Yəni təkcə mediadan danışmaq olmaz. Yəni cəmiyyət ümumiyyətlə bütövlükdə belədir. Bunun polis sistemi, bunun MTN sistemi, bunun nə bilim müəllimləri, həkimləri və s. bütövlükdə hamısı demək olar ki, bax bu sistemin çərçivəsində problemlər içində. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov Elmar Hüseynovun məzarının hakimiyyət tərəfindən daim izləndiyini bildirib. Bu hökumət şəhərin hər bir yerində, hər bir ofislərimizin qabağında bizi izləyirlər. Şəhərin hər bir yerinə video kameralar quraşdırıblar. O kameralar kimə işləyir, siz bilirsiniz. Lakin Rafiq Tağını öldürəndə o kameralardan görüntülər itibdir. Elmar Hüseynov 9 il bundan qabaq qətlə yetirilib. Milli Təhlükəsizlik Nazirliyi bu ölümü araşdırıb ictimaiyyətə hesabat vermir. Bugün qəbirstanlığa baxın. Sola dönsəniz görəcəksiniz ki, qəbirstanlıqda Elmar Hüseynovun məzarını çəkən kamera var. Orada da ağacın o tərəfində projektor da qurublar ki, bəlkə deyirlər ki, kimsə gecələr də bura gələcək və gecə və günüz çəkən kamera qəbirstanlıqlarda olması bu o deməkdir ki, artıq hakimiyyət özünü qəbirstanlıqlarda da narahat hiss edir. Yəni onlar istəyirlər bilmək ki, kim qəbirstanlığa gəlir, kim gedir. Ümumdünya Mətbuat Azadlığı günü 1993-cü ildən qeyd olunur.